cavanlarda da tez-tez rastlanan bir durumdur. Bu ciddi problemlərin xəbərçisi ola bilər. Çözüm isə nədir? Sizinlə yenə mən nevroloq və neyromodulyasiya mütəxəssisi Leyla Şahbazova. Heç olubmu ki, evdən çıxanda açarları yaddan çıxardasınız və yaxud da ki, telefona baxıb dərhal nə oxuduğunuzu unudasınız? Bu bəzən sadəcə unutqanlıq deyil, eyni zamanda da beynimizin bizə verdiyi bir siqnaldır. Unutqanlıq yalnız yaşlılarda deyil, cavanlarda da tez-tez rastlanan bir durumdur. Bunun səbəbi isə stress, yuxusuzluq, bəzən texnologiyalardan həddən artıq istifadə də ola bilər. Lakin bəzi hallarda bu ciddi problemlərin xəbərçisi ola bilər. Dağınıq skleroz, erkən Alzheimer, eyni zamanda da insultdan sonraki dəyişikliklərin ilk simptomları da ola bilər. Beyində yaddaşa əsas cavabdeh mərkəz hipokampdır və stres olduğu zaman kortizol səviyyəsi artdıqca bu hüceyrələrin fəaliyyəti zəifləyir və bu səbəbdən də yaddaş problemləri ortaya çıxmağa başlayır. Çözüm isə nədir? İlk növbədə yuxu rejiminə riayət etmək, balanslı qidalanmaq, xüsusən də omega 3 və B qrup vitaminlərdən, beyni məşq elətdirmək, zehni oyunlar, kitab oxumaq, yeni dil öyrənmək kimi. Yox, əgər unutqanlıq davam edirsə, o zaman mütəxəssisə müraciət etmək lazımdır. Yaxşı, bəs sizdə ən çox nə zaman unutqanlıq olur? Stresli vaxtınızda yoxsa gündəlik həyatda? Şərhlərdə rəy və fikirlərinizi maraqlı oxuyacağam və mütləq ki, suallarınız da və şərhləriniz də cavablandırılacaq. Daha çox məlumat almaq üçün kanalıma abunə ola bilərsiniz.